Amerikada təhsil alan tələbə gənclərimiz ermənilərin növbəti təxribatının qarşısını alıblar. Onlar bu addımları ilə hüquq fakültəsində aldıqları təhsilin hədər getmədiyini isbat ediblər. Belə ki, Berkeley, Kaliforniya Universitetinin hüquq fakültəsində Qondarım erməni soyqırımının anım günündə 2-ci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdirilməsi nəzərdə tutulub. Həmin universitetdə magistr təhsili alan Azərbaycanlı tələbələr Ceyhun Xəlilov, İnqilab Hüseynzadə və Murad Qurbanov isə tədbirin ləğv olunmasına nail olublar. Onlar deyirlər ki, bu tədbirin keçirilməsində bizi narahat edən iki əsas məqam var idi. Bunlardan birincisi həmin tədbirin təsvir hissəsində məhz artsaq ifadəsinin işlədilməsi idi, hansı ki, Qondarma Respublika aid edilən bir ifadədir. Həmin tədbirin məhz 24 aprel, yəni ermənilər üçün iddia edilən soyqırıma anma günü kimi qeyd edilən bir gündə keçirilməsi idi. Biz bu etirazlarımızı universitet rəhbərliyinə bildirdik və universitet rəhbərliyi bizə etirazlarımızda haqlı olduğumuzu bizə bildirdi və tədbirin keçiriləcəyi halda qeyd olunmalı idi ki, iddia edilən soyqırım və Dağlıq Qarabağ münaqişəsi bir-birinə aid olmayan məsələlərdir. Əlavə olaraq artsaq ifadəsi təsvirdən çıxarılmışdı. Gənclər universitet rəhbərliyi ilə görüşdə qeyd ediblər ki, bu tədbirin keçirilməsi Azərbaycanı birbaşa soyqırımda günahlandırmaqdır. Tələbələr deyir ki, bizə ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən heç kimin tədbiri ləğv etmək hüququnun olmadığı bildirildi. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik. Bundan sonra tələbələrimiz istəklərinə nail olublar. İnsan Hüquqları Mərkəzi ilə görüş zamanı onu da qeyd etdik ki, hazırda Berkeley Hüquq Fakültəsində dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prezidenti hakim John Donahue qeyd edir ki, bu münaqişə artıq bitib. Yəni, nəticə etibarilə bu tip tədbirlərin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, 2020-ci ildə Vətən müharibəsi dövründə, xüsusilə Kaliforniya ştatında sadəcə az olan Azərbaycanlılar ermənilərin kütləvi hücumlarına məruz qalmışdı. Bu tip tədbirlərin keçirilməsi isə revanşist düşüncədə olan insanların yeni hücumları üçün zəmin yaradır və regionda gedən sülh danışıqlarına ciddi xələl yetirir. Nəticədə əvvəlcə Qondarma qurumun adı silinir. Daha sonra rəhbərlik tədbirin ləğv olunması barədə qərar verir. Qeyd edək ki, hər üç tələbə ötən il gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün dövlət proqramı çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-nin nüfuzlu Berkeley, Kaliforniya Universitetinin hüquq üzrə magistratura pilləsinə qəbul olublar. Nigar Polad, Yusif Kərimli, Xəzər xəbər.